əslində bəlkə də Azərbaycanda müəyyən qədər teatr sferasında durğunluq yaşandığı dövrdə demək olar ki, biz bütün həftə sonları biz mütləq teatr aləmində öz istirahətimizi keçirdərdik. Biz keçirdərdik, film izləyərdik birlikdə. Bəlkə bunlar hamısı bizdə ailə dəyərini və Azərbaycanlı dəyərini formalaşdırmağa, milli kökümüzə bağlılığa gətirib çıxardı. Ona görə özümü şanslı sayıram ki, mən belə bir Azərbaycanlı ailəsində və mən belə bir ataya, valideynlərə sahibəm. Ona görə mən ilk növbədə Əsgər müəllimə can sağlığı arzulayıram. Hər zaman var olmağı, böyüklükdə olmağını diləyirəm. Müdriklərdən birindən soruşurlar ki, kimi ağsaqqal hesab etmək olar? O çox gözəl bir cavab verir ki, öz elmini başqalarına öyrədən elm mürşidini. Əsgər müəllim sözün əsl mənasında elm mürşididir və bunu bizim ziyalı təbəqəsinin nümayəndələri də film boyu təsdiqləyiblər. Bir məsələ də var ki, o öz elminə, işinə, öz vətəninə, mənsub olduğu torpağına çox bağlı insandır. Və hər söhbətində, hər danışığında, uşaqlığından bugünə qədər keçdiyi ömür yolunda, yəni onun məhz vətənə nə qədər bağlı insan olduğu, təəssübkeş insan olduğu hər cümləsində özünü göstərir. Ayrıca Əsgər müəllimi gözəl bir həyat yoldaşı kimi dəyərləndirə bilərəm, gözəl bir ata kimi dəyərləndirə bilərəm, son dərəcə gözəl və qayğıkeş bir baba kimi onun haqqında danışmaq olar. Yəni bir ailə üzvü olaraq Əsgər müəllimlə qeyri-rəsmi söhbətlərimiz, ailə içi söhbətlərimiz hər zaman mütləq bir şəkildə yenə də onun işi ilə, elmi ilə bağlı olan söhbətlərə gedib çatır. Yəni bu da onun nə qədər işinə məsuliyyətli və həssas olduğunun göstəricisidir. Əsgər müəllim poeziya olduqca vurğulu bir insandır. Cümləsinin başlanğıcı və sonu mütləq ki, poeziya ilə başlayıb və bitməlidir. Bundan əlavə öz sənəti ilə bağlı müəyyən onun o yazıları, xatirələri, söhbətləri olduqca maraqlıdır. Mən özüm müxtəlif cür ziyalılarla görüşürəm və Əsgər müəllimlə söhbət əsnasında onun nə qədər açılmayan alt qatlarının olduğunun şahidiyəm. Bilirsinizmi, bütün bunlar həm də onun nə qədər gözəl insan olduğunu ortaya qoyan bir məsələdir. Bunu hamımız bilirik. Mükəmməl alim olmaq olar. İstənilən peşə sahəsinə yüksək səviyyədə yiyələnmək olar. Amma insani keyfiyyətləri bu dəyişkən dünyada, bu çətin dünyada tez-tez rast gəldiyimiz dəyişkən simaların içində qoruyub saxlamaq bu özü bir məharətdir. Yəni Əsgər müəllimdə sözün əsl mənasında o insani keyfiyyətlərə, o vətən torpağına, ana südünə, dağ havasına, el-ocaq sözünə, qədimi zamanına, dünəninə, bugününə böyük hörmət var, sabahına böyük ümidlə yanaşan insandır və mən ona möhkəm can sağlığı arzu edirəm hər şeydən əvvəl. Elmin başında olsun, ailəsinin yanında olsun, öz doğma qələminə necə ki illərdir sarılıb, o ahəng itməsin onunla qələmi arasında, onunla elmi arasında və bu cür dəyərli ziyalıları həqiqətən də dəyərləndirmək, qiymətləndirmək, mən düşünürəm ki, çox böyük bir savabdır, gərəkdir və gələcək nəsillər üçün də mütləq bir nümunədir. Bəli, həyat asan olmayıb. Həyat enişli, yoxuşlu olubdur. Birinci ağrım oradaydı ki, məni
Mənim atam da, anam da, dədə babalıqsa o yerlərdən idi. Və bu uzun illər, yəni bu gün özündə həmişə o yerlərin həsrətini yaşamışam. Oradan gələrkən gündə dəfələrlə Böyük Məmməd Arazın bəlkə bu yerlərə bir də gəlmədim. Duman salamat qal, dağ salamat qal şeirini Ağrı dağına baxıb dəfələrlə deyirdim. Bəlkə də gündə 100 dəfə. Ancaq tarih elə qismət etdi ki, mən elə bildim ki, bəli, o yerlərə heç gedə bilməyəcəm, görə bilməyəcəm. Ancaq tarih elə gətirir ki, 2001-ci ildə İrəvanda beynəlxalq konferansda oldum 3 gün və o yerləri yenidən görmək mənə nəsib oldu. Əsgər müəllim yaxşı ailə başçısıdır. Evladlarına ata, nəvələrinə babadır. Əsgər müəllimin çox böyük zəhmətləri, çox böyük əziyyətləri olmuşdur. Əsgər müəllim bu ərsəyə gəlib çatması üçün çox böyük maneələrlə qarşılaşmışdır. Elinin obasına, dövlətinə, xalqına bağlı bir insandır. Əsgər müəllimin İrəvan ziyalıları kitabı 11 ilə ərsəyə gəlmişdi. Çox əziyyətlər çəkirdi. Səhər saat 8-dən evdən çıxırdı, axşam saat 10-11, bəzi hallarda 12-də evə gəlib çıxırdı. Qapı-qapı gəzərək ziyalılarla görüşlər keçirirdi. Bu görüşləri məlumatlar əldə edib gətirirdi və yaxud arxivlərdə olurdu. Əlyazma şəklində gətirib mənə təqdim edirdi. Birlikdə müzakirə eləyirdik, ondan sonra onun maşınada mən işləyirdim. Əsgər müəllimə bu əziyyətlərin yerdə qalmaması, şükürlər olsun ki, bu kitabın ərsəyə gəlməsi bugünkü gün yerdə qalmadı. Əsgər müəllimə can sağlığı, sağlam həyat tərzi yaşamasını, daima yanımızda olmasını arzulayıram. Bir sıra ölkələrdə eyni zamanda məqalələrin nəşri olunmuşdur və xarici alimlər də bizim yazılara istinad etmişdir. Və Rusiyada, Türkiyədə, İranda, Serbiyada, Çində, Özbəkistanda məqalələrimiz nəşr olunmuşdur. 44 günlük müharibədən sonra Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycanın cəsur qəhrəman ordusu torpaqları işğaldan azad etdi. İndi qayıdış Qərbi Azərbaycanadır. İrəvan xanlığına, Göyçə mahalına, Dərələz mahalına, Zəngəzur mahalına, ümumiyyətlə Qərbi Azərbaycan torpaqlarınadır. İrəvanda xalq qalmadı. İrəvanda nə qaldı ki? Qəlbimizdə bir həsrət, bir inam var. Həsrət, yurt həsrətidir. İnam o yerlərə qayıtmaq inamdır. İnşallah biz o yerlərə qayıdacağıq. İrəvanda xalq qalmadı, o xalq